insanların bir çoxları özünə dəhşət qapanır. Kim sevgidə bəxti gətirmir, kimi ailə problemləri olur, kim də bir də görürsən ki, yəni məktəbə imtahan verir, kəsilir. Yəni qapanmalar çox olur və bu qapanmaların sayəsində də bir çox bədbaxt hadisələr baş verir də, belə deyək. Bu barədə danışaq ki, insan özünə niyə qapananda neynəməlidir? Yəni bir psixoloq kimi, parapsixoloq kimi bunu sən deyək. İnsanın yaranışından başlayaq. İnsan necə yaranır? Quranda Allah Teala insanın yaranışı barəsində deyir ki, biz insanı məşəqqətdə yaratdıq. Fikir verirsin, insanı deyir məşəqqətdə yaratdıq, yəni çətinlikdə. Və o məşəqqətə dözmək üçün insana sevgi, məhəbbət hissi verilir insana ki, insanın dünyaya məhəbbəti olsun, sevdiklərinə, ətrafındakı insanlara, cəmiyyətə məhəbbəti olsun. O məhəbbət elə bil ki, bir zəncir kimi insanı həyata bağlayır. Və o məhəbbətin xatirinə, övladlarına olan məhəbbətə görə, vətəninə, ətrafındakı insanlara olan məhəbbətə görə insan özünü öldürmək istəmir. İstəyir ki, məşəqqətə dözsün və nətər deyərlər, mübarizə aparsın. Öz mübarizəsi ilə bir tikə çörək uğrunda insan sevdiyi övladlarının, həyat yoldaşının yaxşı yaşaması üçün həyatla, çətinliklərlə mübarizə aparmağa başlayır. İnsana negativ enerji daxil olur bədənə. Kainatdan, cəmiyyətdən, ətrafdan negativ enerjilər gəlir. Daxil olur bədənə və o məhəbbət hissini silir. Necə ki, o telefona, kompüterə virus düşəndə ki, silir, failləri silir, proqramları silir, müəyyən proqramlar silinir. İnsana da negativ enerji düşən kimi qəlbdəki məhəbbət hissi silinir. Artıq insanı həyata bağlayan heç bir bağ olmur. Ətrafındakiləri sevmir, hamıdan qaçmağa çalışır, başlayır insanın özünə qapanmağa. Bundan sonra qapanma başlayır. Sonda qısa istəyirəm sizdən, vaxtımıza az qalıb. İnsan panik atak olanda, depressiya düşəndə nə eləməlidir? Özün necə bu panik atakdan çıxartmalıdır? O adam açıq havaya çıxmalıdır, amma iş orasındadır ki, o özü də çıxmaq istəmir. Açıq havaya dənizə getmək lazım. Onun ətrafındakı adamlara dəstək olmalıdır. Onu birinci açıq havaya çıxartmalıdır. İkinci, hansı otağa ki, günəş şüası düşür, o otaqda yatmalıdır həmən adamlar. Ona imkan vermək olmaz ki, pərdəni qapar. Ona istəyirlər ki, pərdəni örtələr, qaranlıqda oturarlar. Onda heç olmasa, orada qadın xeylaqları deyirlər, pərdəni yumaq adı ilə çıxarmalıdır ki, oradan qapıya bilməsin. Yəni özün elə qorumalıdır da panik atakda. İnsan özü çıxartmır. Yanındakılar pərdəni sökməlidir və deməli ki, yoğuruq deyilir. Qoy pərdə açıq olsun ki, günəş şüası düşsün onun üzərinə. Bəs bunlar gecələr çox vaxt... Qapanma heç olmasa bir azalsın da, yəni üstünə günəş şüası düşür və bir bəhanə ilə onu çölə göndərmək lazımdır, harasa göndərmək lazımdır, mağazaya get, ora-bura get deyirlər ki, qoy hərəkətli olsun. Nə qədər hərəkətli olsa, o qədər tez bərpa eləyər onu. Paşa mənim, bax gecələr gedirlər dəniz qırağına. Deyir, panik atakım tutub, özümü yaxşı hiss eləmirəm, depressiyadayam, əsəb gəlir. Onu sakitləşdirmək üçün dəymək lazım deyil də ona. Birinci növbədə ona təmiz hava lazımdır. Açıq havada çox gəzməlidir. İkinci növbədə mütəxəssisə müraciət eləməlidir. O silinmiş faillər, proqramlar bərpa olunsun.